hal-hazırda drone show hansı rayonlarda, hansı şəhərlərdə yarışlar keçiriləcək, onları bizə bir-bir göstərir. Gəncənin səmasında və mən onların da adlarını sizin nəzərinizdə çatdırım heç. Yəni bildiyiniz kimi oyunlar müxtəlif yerlərdə keçirilir Azərbaycanın müxtəlif şəhərlərində. Gəncənin bir neçə arenasında olacaq. Yəni atıcılıq, üzgüçülük, voleybol və qılınc oynatma. Gəncə şəhər icra hakimiyyətinin qabağında, Xanbağı ərazisində 3x3 basketbol keçiriləcək. Şəkidə çövkan olacaq. Gəncənin Olimpiya kompleksində güləş olacaq. Göygöl Olimpiya kompleksində judo və sambo yarışları nəzərdə tutulub. Xankəndidə kamandan oxatma olacaq. Mingəçevirdə karate, taekwondo, avar çəkmə və kano yarışları keçiriləcək. Qəbələdə stolüstü tenis və badminton Olimpiya kompleksində başlayacaq. Qəbələ mərkəzi stadionunda futbol turniri keçiriləcək. Qəbələ atıcılıq klubunda orada da göz yarışı var, atıcılıq yarışı var. Yevlax Olimpiya kompleksində boks və Şəki Olimpiya kompleksində bədii, gimnastika və trampolin yarışları olacaq. Əlbəttə ki, mərkəz Gəncədir. Açılış və bağlanış mərasimi də bəs bu şəhərdə baş tutmalıdır. Və yeri gəlmişən qeyd edim ki, Yevlaxdakı boks yarışları yenicə istifadəyə verilən Olimpiya kompleksində olacaq. Və bütün bunlar da onu göstərir ki, bir qədər əvvəl açılış mərasiminin çıxışlar bölməsində qeyd olunduğu kimi, bütün bunlar respublikamızda, təkcə paytaxtda deyil, bölgələrdə və digər şəhərlərimizdə də artıq idman infrastrukturunun, idmanın inkişafı üçün lazımi şərait yaradıldığını göstərir.